Qərbi Azərbaycana qayıdış ideyası beynəlxalq aktlarda təsbit olunan hüquqdur. Bu, Ermənistana qarşı ərazi iddiası deyil. Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması, düşmənçilik səhifəsinin qapanması xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir. Bu fikirlər mədəni irs və qayıdış hüququ Ermənistandan didərgin salınmış Azərbaycanlıların mədəni irsinin bərpası, ədalətə, barışığa və sülhə aparan yol kimi mövzusunda keçirilən 3-cü beynəlxalq konfransda səsləndirilib. Konfransda o da vurğulanıb ki, Ermənistan hələ də Azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir. İcmanın isə məqsədi Azərbaycan-Ermənistan münaqişəsinə görə doğma yurtlarından didərgin düşən 300 mindən çox Azərbaycanlını öz ata-baba yurtlarına qayıdışını təmin etməkdir. Ermənistanın yenidən çox millətli bir ölkəyə çevrilməsi heç də onu qorxutmamalıdır. Bu, onların tarixinin bir hissəsini yenidən kəşf etməsi demək olacaq. Eyni zamanda insanlar yenidən Azərbaycanlı qonşulara sahib olmağa öyrəşəcəklər və sülh sazişi icra edildikdən sonra qayıdış daha da asanlaşacaq. Söhbət hər hansı ərazi iddiasından da getmir. Qərbi Azərbaycan sırf tarixi bir ifadədir. Qərbi Azərbaycan icmasının hüquqlarını dəstəkləməyimizi göstərmək çox vacibdir. Bu sadəcə müasir beynəlxalq humanitar hüquq normalarından irəli gələn bir öhdəlik deyil, həm də Cənubi Qafqazda uzun müddətli sabitlik və sülhün təmin edilməsində töhfədir. Xüsusilə də regionun hazırda dəyişiklik dövründən keçdiyi bir zamanda.